bu kəllə qənd nətər işə yaradı? Hərəsinə bir dilim vermişdim o kəllə qənddən. Nətər işə yaradısa, boşanmağa gedənlər rəqs edirlər burada. Bugünə şükür ilahi. Məncə, mənə elə gəlir ki, təsir dairəsi yarattı onu, qənd yaratmadı. Təşəkkür edirəm, öpürəm. Onu təsir dairəsi yarattı. Öpürəm sizi. Və mən istəyirəm, baxın, təsir dairəsi elin verilişidir də, evlərin verilişidir. Biz buradan axı evlərə keçid edirik. Mən xahiş edirəm, əgər varsa, bu dəqiqə boşanma ərəfəsində olan ailələr, çox güman ki var. Çox güman ki var və bizi izləyirlər. Görürsünüz mənzərəni. Valla, heç nə itirmirsiniz. Böyüklər böyük olsun evdə, çox xahiş edirəm. Oğlan evi, qız evi mən deyəndir, mən olmasın. Dünən dediyim kimi, hisli başda ağıl olmaz. Əfəmlə yerindən qalxan mütləq ziyanla oturar. Nə olar? Səbirlə qalxaq. Axı bu ziyanın altını evinizdəki körpələr çəkəcək, özə bir ömür boyu çəkəcək. Ona görə inanın ki, bir yolu var, mütləq var. İndi Şəfqə xanım deyir ki, bu kəllə qəndin işidir, təsir dairəsinin işidir. Təsir dairəsidir, Laylədir, Şəfiqə xanım hər dairəsinə düşürlər hamısı. Deyirsiniz, bizim təsirimizdir. Bəli, bəli. O zaman. Amma dairəmizdə olan böyüklər də gərək böyük olsun da. Mən buradan hər evdə böyük istəyirəm. Qoymayın. Valla ailənin dağılmasından pis heç nə yoxdur. Məndən soruşsalar qəfil ki, belə heç düşünmədən ki, sənin üçün ən böyük dəyər nədir? Ailə deyərəm. Ailənizi qoruyun. Su qoyubsan mallara. Bunu Şəfiqə xanımdan oynayacağım. Şəfiqə xanım güzel oynayır ha. Nesli Zeynep bakayım öyle istiyor. Молодец, лайк, bağış, yaxşı oldu.